Mən kuntu mövlahu fəhada aliyyum mövlahu. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Əhl-i sünnə alimləri deyirlər, Mövla kəlməsinin mənası dost mənasındır. Allahın Peyğəmbərə əmr etdiyi bu iş həqiqətən Əli əleyhissalamın dostluq məsələsidirmi? Bəllidir ki, bu məsələ deyil. Bundan daha böyük bir məsələdir. Çünki hələ İslamın əvvəllərində dostluqdan daha yaxın olan qardaşlıq əqdi Peyğəmbər və Əli əleyhissalam arasında oxunub, yəni əqdi uxuvvət. Peyğəmbər Əli əleyhissalamın ona nə qədər yaxın olduğunu dəfələrlə müsəlmanlara çatdırıb. Peyğəmbər Əli əleyhissalam barəsində buyurur, ya Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Peyğəmbər başqa yerdə buyurur, Əli mənim özümdür, əti ətimdəndir, qanı da qanımdandır. Bunların hamısı Əli əleyhissalamın Peyğəmbərə nə qədər yaxın olduğuna işarədir və Peyğəmbər bu barədə dəfələrlə deyir. Bu elə bir məsələdir ki, bu məsələdən kafirlər məyus oldular, naümid oldular. Allah Taala Maidə surəsinin 3-cü ayəsində buyurur, Əl-yəvmə yə'isəl-ləzīnə kəfəru min dinikum. Bugün kafirlər sizin dininizdən məyus oldular. Dinin kamil olmasına və düşmənlərin narahatçılığına, naümid olmalarına səbəb olan bu məsələ vilayət və imamət məsələsi idi. İmamət və vilayət postu məqamdır. Bir gün bu posta, bu məqamda kamil misdaqı olan məsum imam oturur. Bir gündə məsum olmayan İmam Xomeyni rəhmətullah kimi şəxsiyyətlər otururlar. Düşmən var gücü ilə çalışırdı ki, Peyğəmbər bu məsələni çatdırmasın. Peyğəmbərə mane olurdular. Sevinirdilər ki, bir dənə Muhammeddir, Allahümmə salli ala Muhammed və ala Muhammed, dünyasını dəyişəcək, hər şey bizim əlimizə düşəcək və İslamdan əsər əlamət qalmayacaq. Bu işi görənlər Peyğəmbərin ətrafında olanlar idi. Bəziləri nəfsinə görə idi, bəziləri dünyaya bağlılığına görə idi, bəziləri də sırf düşmənin tökdüyü bir proqram idi ki, o proqramı icra edirdilər. Amma tədbiri tökən Allah elə bir işi gördü ki, hətta Peyğəmbərdən sonraki şəffaflıqla üzə çıxdılar, edə bilmədilər ki, bu məsələnin üstünü örtsünlər. Peyğəmbər vilayət və imamət postunu, məqamını insanlara çatdırdı. Bu ta qiyamətə qədər davam edən bir postu məqamdır. Dediyimiz kimi, bu posta, bu məqamda bir gün kamil misdaqı olan məsum imam oturur, bir gündə məsum olmayan şəxsiyyətlər otururlar. Amma bu post, bu məqam daim davam edir. Bu məsələni təhrif etməyə çalışırlar, amma bacarmırlar.